Salam əziz dostlar, başlayırıq proqramımızı Babat Debatda. Mən Kamran Əsənli. Ukrayna ilə birbaşa əlaqəmiz olacaq. İndi bütün dünya Ukrayna ilə əlaqəni saxlamağa çalışır. Bizim isə imkanımız var press klub olaraq Ukrayna ilə birbaşa onlaynda. Cənab Polkovnik Elxan bəy Nuriyev. Elxan bəy, xoş gördük sizi. Salam, xoş gördük. Xoş gördük və press klub bütün tamaşaçılarına ricamız var. Burada həqiqətlər söylənilir, argumentlər, faktlar söylənilir. O yüzden də press kluba abunə olun. Abunəsiz baxmayın, rica edirik sizdən. Bir də like işarəsini unutmayın. Like işarəsi çox önəmlidir. Çünki bir əl hərəkəti ilə like işarəsini tıklayırsınızsa, siz notebookda, siz telefonda baxırsınız, harada baxırsınızsa baxın. Demək ki, siz komandamızı daha da böyüdürsünüz, ordumuzu böyüdürsünüz. Bir də hansı şəhərdən, hansı ölkədən baxırsınızsa, mütləq kommentdə qeyd edin. Bu monitoring bizim üçün çox önəmlidir. Elxan bəy, əslində Ukraynanın belə gündən-günə güclənməsi bütün dünyada fakt kimi, istəyirsiniz qərbdə, istəyirsiniz, amma Rusiyanın özündə də, özellikle blogerlər də yanğı içindədirlər. Bugün yenə zərbələr indirilib, sizin o zərbələr barəsində daha dəqiq söyləyəcəksiniz, amma bizə Krımda baş verən maraqlıdır. Çünki Krımda benzin yox, qıyqışqırıq başlayıb, deyəsən Krımdan hətta qaçma məqamları da var, ağlaşma başlayıb. Qəribəsi odur ki, bu videoları çəkənlərə qadağan eləmişlər, Salavyov da qışqırırdı. Yer yemişə Salavyov da yoxdur, Salavyov yoxa çıxıb Nabiul ilə birlikdə. Qışqırırdılar ki, o kim video çəksə onu həbs edəcək, amma buna baxmayaraq yüzlərlə, bəlkə də minlərlə videolar var, qıyqışqırıq, panika. Nə ilə əlaqəlidir və bu davamlı olacaqmı sizcə? Əlbəttə davamlı olacaq. Əlbəttə ki, Krım yarım blokada vəziyyətindədir və tam blokada olunmaması elə Qarabağ müharibəsi, 1-ci və 2-ci Qarabağ müharibəsinə oxşardır. Bu mənada ki, necə ki, mülki insanlar üçün Laçın dəhlizi koridoru açıq saxlanılmışdı. Bugün Kerç körpüsü də açıq saxlanılır. Halbuki Ukraynanın onu vurmaq üçün imkanları var. Hər halda uçmasa da zədələmək üçün də oradan da böyük imkanlarımız var. Amma bunu Ukrayna tərəfi etmir, etməyəcək də. Çünki real vəziyyəti biz çox yaxşı bilirik. Krımın hava hücumuna müdafiə sistemləri tamamilə sıradan çıxarıldığı üçün, yəni 2 ilə yaxın idi ki, Ukrayna tərəf bunu sistemli ardıcıllıqla, algoritmlə, xüsusi hesablamalarla edirdi. Və bu günləri baş verənlər ondan ibarətdir ki, bu zərbələr sinxronlaşdırılır. Rusiyanın daxilinə uzaq məsafələrə, məsələn, bugün son nöqtə Nijnekamsk, Tatarstan Respublikasının böyük şəhərlərindən biridir ki, orada Neftaxim, yəni zavodu da vuruldu. Talyatlı Kauçuk zavodu vuruldu. Ümumiyyətlə, bugün, ötən gecə və bugün səhər Rusiyanın 16 regionuna bir respublikasına Tatarstan güya Rusiya ilə, Moskva ilə də birisi xüsusi müqaviləsi olan müstəqil dövlət hesab edilir Rusiya tərkibində. Necə müstəqildə, həm də belə deyək, Rusiya tərkibində. Bu da çox müəmmalı məsələdir. Ondan da əlavə Azov akvatoriyasında əməliyyatlar keçirdi Ukrayna tərəf. Təbii ki, dağıntılar, yanğınlar çoxdur və Rusiyanın tanınmış şəxsləri bu günləri müraciət edirlər ki, Krıma getməyin. Deməli, o Deniz Şupilin, nəsə onların məşhur yazısı var. Bayaq onun müraciətini oxudum ki, bizim təhrimiz yoxdur ki, sonra sizi girovluqdan çıxaraq, Ukraynalılar görə desant tökəcəklər. Desant filana ehtiyac yoxdur. Baş verənlər bundan ibarətdir ki, Xersonun azad edilməsi kimi hadisələr baş verir. Yəni, həm BK, yəni biokomplektlər, həm proviantlar, ərzaqların daşınması, həm də yanacaq məsələləri bir mənalı həll edilir və bu mənada həm turist sezonu, hamı bilir ki, Krım Muxtar Respublikasının turizmdən başqa qazanc yeri yoxdur. İnsanlar 9 ay gözləyirlər ki, 3 yay ayı, bəzən də barxat vaxtıda, yəni sentyabr ayı 4 ay, 3 ay yarım 4 ay. Evlərini icarəyə verirlər, nə bilim də aydındır turizm bölgələri ilə məşğul olur. Və bu günləri həm turizm, deməli, fəsli, belə deyək, sıradan çıxarılıb, həm də Rusiya tərəf oradan qaçmaq məcburiyyətindədir. Qaçmaqla bağlı çağırışlar çoxdur. Krımda Rusiya Federasiyasının təxminən 50 minə yaxın kontingenti var. Onlar deməli, yarı blokada vəziyyətindədirlər. Bununla əlavə Xerson, Zaporoj istiqamətində Rusiya silahlı qüvvələrinin 120 min də orada idilər, amma indi nədənsə cəmi deyirlər 150 min, deyəsən
qaçanlar, tabe olanlar çoxalır. Ya bu olacaqdı, olmalıydı. Elxan bəy, üzr istəyirəm, Dönər üzr istəyirəm, müdafiə bir naziri. təkrar zəhmət olmasa. Qaçanlar və tabe olmayanlar, onu anlamadım. Dediniz çoxalır. Tabe olmayanlar artıq komandanlığa tabe olmurlar da. İnsanlar bax o bu da bir protest növüdür. Məsələn, Rusiya mərkəzi hakimiyyəti, hüquq sistemi qadağa edir çəkilişləri, çağırışları, amma bir məsələ burada çox vacibdir. 91-ci ildən 2014-cü ilə qədər 23 il demokratik Ukraynada yaşayan insanlar bu günlər orada baş verən özbaşınalıqları görürlər. Və bu onların əlində fürsətdir ki, hansısa bir formada Ukraynaya kömək edirlər. Məsələn, bizim dostlarımız, tanışlarımız çoxdur, aydındır ki, onlar bildirirlər ki, Simferopola yaxud Krım üzərinə Ukrayna tərəf hücum edəndə cəmaət hamı çıxır balkonlara, hamı Allaha dua edir ki, Allah Ukraynanın hücumları biraz möhkəm olsun. Çünki bezdiriblər. O cümlədən Krımın idarə olunması, bila bilirsiniz də, banditlər, smatriyaşlar ermənilərdir o cümlədə. Məsələn, Mariupolda çeçenlərdir, Krımda bir qaydalar ermənilərdir. Özlərini orada yerli əhali kimi təqdim edirlər. Çünki ermənilər 150 min ildir burada yaşayırlar. Abxaziyadakı məsələ təkrar olur. Yəni, onlar Abxaziyada da bu Bu işi bəli, görmüşlər. həmən şeydir, həmən etibarlıları da, yəni Rusların etibarlı adamlarıdır. Güya, halbuki Ermənistandakı son seçkilər göstərdi. Deməli, hər yerdə normal insanlar var, yəni bunu da deyək. Bax belə, bu baş verənlər əlbəttə ki, böyük faciədir. Məndən dünənki bizim Müdafiə Nazirliyi yanında bizim İctimai Şuranın toplantısı idi. Zərbələrin sinxronlaşdırılması, innovasiyalar, yeni texnologiyalar. Yayın ikinci yarısı. Yəni bunu nə prezident gizlətmir, nə bizim Firepoint, yəni konstruktorlarımız. Burada sir bir şey yoxdur. Ümumiyyətcə, müasir dünyada texnologiyalarda yaxud müharibə hazırlıqlarında sirli bir şey yoxdur. İyulun ikinci yarısından başlayaraq Rusiyanın hər nöqtəsinə Ukrayna zərbə endirəcək. Özdə ballistik raketlərlə. Ballistikalarımız artıq sınaqlardan çıxıblar. Onların taktika, texniki xarakteristikaları mükəmməlləşdirilir. Yəni, yük daşıma, yük də bilirsiniz, partlayıcı daşıma və uçma məsafəsinin daha artırılması məsələsidir ki, bununla bağlı təxminən 2 həftə əvvəl Mikhailo Fyodorov, yəni Ukrayna Müdafiə Naziri, Almaniya Federativ Respublikası Müdafiə Naziri Boris Pistoris'lə birgə keçirdiyi brifinqdə bildirdi ki, Ukrayna tərəf artıq taarruzlar istəmir. Bizim onların ana alaqları olan raketlərimiz var. O cümlədən hətta Patriot qədər mükəmməl deyil. Amma özümüzün zenit raket komplekslərimiz artıq yaranır. Sadəcə olaraq platformaları hələ yoxdur. Amma raketlər özləri artıq var və sınaqdan çıxıblar. Firepoint 7.x. Nə demək istəyirəm? İndən belə bütün o ağırlıq, bütün o baş sındırmalar, bütün o dərdlərə əlac axtarmaq Rusiyanın üzərindədir. Ukrayna bu mənada müharibənin strateji təşəbbüsünü ələ almışdır. Müttəfiqlərimiz, mən dünənki çıxışımda da bildirdim, indi də deyirəm sizin efirdən, Avropadan gələn mütəxəssislər, ya istifada olanlar, ehtiyatda olanlar, yaxud siyasilər ki, müəyyən hərbi məsələlərdə bilicirlər. Bunlar bu müharibəni artıq öz müharibələri hesab edirlər. Və Rusiya tərəfin bu yay kampaniyası yenə də ki, müəyyən bir media ajiyatajı yaratmışdılar ki, bu yay nəsə eləyəcəklər də bu dəfə tabii belə dəhşət olacaq. Onlar da puça çıxdı, aydındır ki, onlar da heçə yendi. Bu günləri problem varsa Rusiyanın problemi var. Ukraynanın problemi yoxdur. Ukraynanın müdafiə sahəsində problemi yoxdur. Dediyim kimi, qarşımızda duran yeganə tapşırıq, özdə təsəvvür edin ki, bu təşəbbüs aşağıdan yuxarı qalxır. Məsələn, Dövlət Müdafiə Nazirliyinin bütün idarə rəisləri, departament direktorları bizdən görüşdə idilər. O da bizim də aydındır ki, generallar o zamanında ordu korpus komandirləri olmuş, baş qərargah rəisi də orada idi keçmiş, hamısı. Və təşəbbüs aşağıdan yuxarıdır. Bu zərbələr sinxronlaşdırılmalıdır və inteqrallaşdırılmalıdır. Bütün sahələr üzrə Rusiyanın bütün hərbi hədəfləri vurulmalıdır. Əlbəttə ki, biz beynəlxalq humanitar hüquqa hörmət edirik. Bugün bilirsiniz, Nijnekamskda 12 mərtəbəli binanın 12-ci mərtəbəsinə, 12-ci mərtəbələrinə
Onlar deyirlər Ukrayna dronu dəyib, biz deyirik ki, yox, onlar hava hücumundan müdafiə sistemləri mükəmməl olmadığı üçün özləri vurublar. Rusiya bu günləri indiyə qədər olanların hamısının cəmindən daha acizdir, daha zəifdir. İndiyə qədər olanları mən bu riyaziyyata çevirmək istəyirəm söhbətimizi. İndiyə qədər olanların hamısının cəmindən indi bu günlər daha acizdir. Əlbəttə ki, iliyi vurulmalıdır Rusiyanın, imperiyanın. Çabalayır və təbii ki, Rusiya, Ukrayna son dəfələr, bunu deyə bilmərəm neçə dəfə, amma ağır zərbələr endirmək istəyindədir. Bunlar olacaq, amma sizə əmin edirəm ki, Ukraynada bundan bağlı gilə-güzarlar yoxdur və yeri gəlmişkən dünənləri bizim Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Texi də bildirdi ki, Prezident Zelenski London və Tallinn görüşlərindən əli boş qayıtmayıb və Ukrayna tərəf yeni Patriot sistemləri alıb. Yəni bizim yeganə problemimiz ballistik raketləri vurmaqda çəkdiyimiz çətinliklərdir ki, bu da bütün dünyada belədir, amma Ukrayna burada da göstəricilər yuxarıdır. Amma daha yuxarı olmasını istəyirik, çünki bu qansızlar, bu Allahsızlar yaşayış məhəllələrinə ateş açırlar bir qayda olaraq. Yəni belə deyək də, heç nəyə nail olmurlar, bu sinizm deyil də, yəni gözümüzün qarşısına baş verir hər şey, amma bu da olmasın. Və indən belə, necə klassik ədəbiyyatda var ya, indən belə güzgülənmək olacaq, işi gücü axşama kəndi qızların. İndi gəlsin Rusiya beynini qurutsun. Getsin Rusiya dərinə əlaş tapsın. Getsin Rusiya həm cənub əlbəttə ki itir. Əgər bu intensivliklə Ukraynanın Krım yarımadası və cənub bölgəsindən danışıram, Taganrog Rostov 280 trassasından, R14 şeydən, M14 dəmir yol xəttindən ki dayanıb. Həm Razvajayev, həm də Aksyonov, bunlar rəsmi məlumatlardır, özləri bildilər. Gəlin Razvajayev və Aksyonov kim olduğunu deyək, bu iki əclafın... Onlar qabiliyyətdirlərdir, təyin edilmiş, Rusiya tərəfindən təyin edilmiş banditlərdir. Bunlar 90-cı illərin banditləridir Rusların. Bəli, Aksyonov desən, bazarda toyuq satır, nəsə satır. Bəli, bazarda Fuligan, brigadir şeydir də, deyəcəm bu dəqiq onun Globin, adı Globindir. Aksyonov onun götürülmə soyadıymış. Bəli, yox, Aksyonov rəsmi adıdır, bandit adı Globindir. Bandit adı Globindir. Deməli, bu templə davam edərsə, yəqin ki, iyul ayının ortaları, yaxud sonları Krımda vəziyyət Xersonda Rusların yenə də ərzaqsız, yenə də silahsız, sursatsız qalmasına oxşar. İndi orada özləri demişkən bir xoş məram göstərəcəklər, qaçacaqlar, yaxşı danışıqlar başlayacaq, mən bunu deyə bilmərəm. Amma bu günləri dediyim kimi bir neçə tanınmış Rus propagandisti rəsmi müraciətlərdir, elə belə müraciətlər yoxdur. Ki, bizim təhrimiz yoxdur ki, sonra gedək sizi beynəlxalq təşkilatlardan xahiş edək, geri alaq. Krıma girən çıxa bilmir. Getməyin buyur Krıma, bir il Krımsız dincəlməyin buyur Krımda. Başqa, Rusiya böyükdür, Rusiyanın hər yerində dincəlmək onların əmrinə. Və belə çağırışlar da oradan da vəziyyət son dərəcə acınacaqlıdır və getdikcə də pisləşəcək təbii ki, çünki ana xətlərdə mən belə deyərdim. Biz bunları valla belə deyəcəm, biraz bir təhər görsənər ola bilsin, kiməsə pafoslu görsənər, amma bunun hamısı necə ki, o mikroskopun altında öyrənilir Rusiyanın. Ana xətləri, harada hansı pompa var, harada hansı borunun diametri neçə millimetrdir, neçə santimetrdir, harada hansı qaz kəməri keçir, hansı zavodun hansı məhsulu, hansı zavodda daha da artırılır, çoxaldılır. Və bunların hamısının belə deyək də, biz mikroskopun altında olduğu kimi Rusiyada nə baş verirsə öyrənə bilirik. Əksi buradadır, çünki Ukraynanın hərbi sənaye kompleksi maksimum sirli qriflərlə qorunur, o cümlədən yeraltı zavodlardır. Ruslar bu mənada ötən əsrin 60-cı, 70-ci illərin zavodları, istehsal prosesləri, dəzgahlar həmənkilərdir. Yəni, heç nə dəyişməyib, son 50 ildə, 40 ildə, son 26 ildə də heç dəyişməyib. Ona görə də bəzən, məsələn, görürsük ki, bizdə çoxdan uçulub sökülmüş, yaxud icarəyə verilmiş obyektlər ki, zamanında Ukraynada hərbi sənaye kompleksinə aid olmuş zavodlar olublar. Ola bilirsiniz də, deyirlər,
veçə deyirlər. Veçə yox nələr deyirlər. Yadca gəlir bu hərbi sənaye komplekslərinə nömrəliyirdilər də belə deyək. Nəsə Şərt adlar. Vəşə voyenni часть idi, amma o Hə, bu başqa. təxmin elə bir şeydir. Hə. Deməli, indiyə qədər də oralara eyni zərbələr endirirlər, eyni generallardır, eyni beyinlərdir, eyni xəritələrdir, heç bir yenilik yoxdur. Amma raketləri köhnəliyib, o cümlədən, məsələn, mən ruslara haqq qazandırmaq istəmirəm, hətta bizə belə gəlir ki, o bəzi zərbələr ki, bilirsiniz, o şeylər, sirkonlar ki var, gəmilər üçün nəzərdə tutulub, bunların dəqiqliyi çox aşağıdır. Doğrudan aşağıdır. 40-50 metr fərqlə vurur da. Çünki böyük gəmilər kreyserlər üçündür. O kreyserlərin uzunluğu bəzən görürsən 90, 120, 130 metr olur. Demək, onların düşməsinin, yaxud yaşayış binalarının vurulmasında hətta raketlərinin, belə deyək, etibarsız olmasıdır, yaxud qeyri-dəqiq olmasıdır. Bax, baş verənlər bundan ibarətdir. Dediyim kimi, bu heç bir pafos deyil və heç bir tam arxayınlıq, yaxud özündən razılıq, yaxud egosentrizm filan məsələlər deyil. Sadəcə olaraq son, nə bilim, 2 aya yaxındır artıq yəqin ki, baş verənlərdə problemlər Rusiyanı üstələyir və indən belə Rusiya özünə əlac axtarmalıdır, əlac tapmalıdır. Əgər yaxın həftələrdə, yaxın aylarda dediyimiz həmin o yollar, həmin o marşrutlar bərpa edilməzsə, təbii ki, humanitar katastrofaya qədər vəziyyət ola bilər, amma bizim dilimiz uzundur. Necə ki, Qarabağda ermənilər deyirlər, aynam Azərbaycan bizə ərzaq vermir, yolu da açıqdır, çıx get. Min maşına rəhmətli Lütfəl Abdullayev demişəm. Min get. Filmdə hansı? Hə, min get. Min get, yol açıqdır. Kers körpüsü hələ ki maşınlar, balaca maşına keçə bilərlər də. Maşınla gedən bizə bəli, yox, maşınların icazə verilmir. Bəli, yanacaq daşımağa da icazə verilmir. 100 litrə qədər bir avtomobildə yanacaq aparmaq olur. Ondan artığına icazə verilmir. Çünki Ukrayna yadınıza gəlir, 2023-cü ildə orada əməliyyat keçirdi, bir neçə sisterin partlatdı. Bəli. Ondan bəri, bəli, onu eləyə bilmirlər və bu tam mənasında belədir. Heç axı oradan gətirməyə də bir şey yoxdur. Krasnodarda da axı problem var. Krasnodarın bütün neft bazaları hamısı vurulub. Novorossiysk gündə həftədə bir də vurulur. Tuapse 5 dəfə vuruldu. Yəni orada regionda, Cənub regionunda, Krım Muxtar Respublikasına aid olmaqla 71% yanacaq və ərzaq qıtlığı yaranıb. 71% kiçik rəqəm deyil. Balaca bir rəqəm olanda görürsən, qiymətlər qalxır, defisit, aydındır, dəllallar, işbazlar, o dəqiq qiymətləri qaldırırlar. Çünki Krımdan bizim Krım tatar dostlarımız deyir ki, biz yerin bilirik, tutaq ki, benzin var 200 rubla. Halbuki satış qiyməti rəsmi 65 rubl idi. 3 dəfə, yarım, 3 dəfə də belə deyək. Yəni, bir baş pozuqluq yaranıb, yəni bu da belədir. Mərkəzi hakimiyyət artıq idarə edə bilmir. Yəni, aydındır, regionlar bu mənada, hətta deyərdim, nəzarətdən çıxır. Çünki iqtisadi problemlər, insanlar bunu 90-cı illərdə yaşayanlar yaxşı bilirlər. Bu bir tərəfidir və bir tərəfi də, bayaq dediyim ifadə, mən çox illər öncə bundan bağlı danışmışdım. Krımda yaşayan ruslar ki, müstəqil Ukraynada yaşayıblar. Mən gənc nəsillərdən danışıram. Ukrayna müstəqillik qazanandan sonra doğulanlar var ki, 20 neçə yaşları var idi. Son 10-15 ili, 12 il, 13 ili işğal altında yaşayırlar. Onlar da dözmürlər. Çünki onlar, bilirsiniz, onların bazaları, deyim, altyapıları müstəqil dövlət adamlarıdır onlar. Məsələn, necə ki, Azərbaycanda bugünkü belə gənclər var. Bunlar axı Sovetlər Birliyinin, belə deyək, o KGB-ni izləmələri, məhdudiyyətləri, gizli radio qulaq asmaq, nə bilim, pıçıltı ilə danışmaq, yorğanın altında, kuxnada, aydındır, bunları yaşamışıq təbii ki. Bu insanın psixikasına təsir edir axı. Amma bizim gənclər, yaxud Krımda yaşayan, o dövrü yaşayan gənclər bunu yaşamayıblar. Onların psixikasında belə problem yoxdur. Yəni, ehtiyatlı insanlar... Orada iki məqam da var. Həmən o gənclər, dediyiniz kimi, təbii ki, azad Ukraynada, müstəqil Ukraynada tamamilə başqa psixologiyanı qazanıblar, amma ora gələn ruslar var. Onlarla da onların konfrontasiyası var. Çünki ora 1 milyona 800 minə yaxın rus gəlib. O da bir, məncə, orada
hansısa Tabii, fəsad tabii. Elə törədəcək. ona görə onların acığına, əgər belə Azərbaycan ifadəsi varsa, onların əleyhinə və acığına olaraq, axı onlar orada dartışırlar. Dartışırlar da hər gün görüşürlər. Məsələn, mən istəməzdim, deyim kimlə. Nəysə, dostlarım var, tələbə yoldaşlarım. Deməli, üstdə yaşayan qonşusu şovinistdir, mənə danışır. Aşağıda yaşayan nisbətən gənc rus ikisi də. Deyir, hətta bir iki dəfə də mənim evimin su ilə də belə axıdıb bilərəkdən. Mən deyir, qəsdən Ukraynanın bayramları olanda kiçik bayraqla çıxıram, qəsdən. Balkonda güya siqaret çəkirəndə gəzişirəm orada. Özüm üçün də, yəni özümə ruh təsəllisi verirəm ki, özü də Ukraynalıdır, Kazak. Deyir, aşağıdakı qonşu Rusdur, mənə deyir ki, bunu haçan döyək. İcazə ver, bunu mən bir əzişdirim. Səni tutarlar, amma məni tutmazlar. Mən yəni Rusam da, bilirsiniz, mən orada yaşayan Ruslara haqq qazandırmıram. Demək istəyirəm ki, insanlar həmişə insandır da, hər yerdə insan da var və qeyri-insan da var. Bu mənada orada doğulan və doğrudan da müstəqil Ukrayna illərində mən açıq deyirəm, yəni rəsmi şəxs olduğum üçün bilirəm bu sualı mənə verə də bilərlər. Həm də bilirəm ki, Ukrayna Azərbaycandakı səfirliyi bu verilişlərə baxır. Mənim özümə deyiblər hər halda. Viktor Andreevich Yushchenko 2004-cü il, 2005-ci ildə prezident seçilində mənim yanımda dediyi bir ifadə oldu. Krımlıları çox incitməyin, Matviyenko, Anatoliy İvanoviç Matviyenko rəhmətlik, deməli, baş nazir təyin edilmişdi. Orada Krım tatarları da təzə gəlirdilər, torpaq məsələləri var idi. O danışıqlarda mən də iştirak edirdim. Çadır şəhərciyi falan qurmuşdular, demokratiya, belə Narıncı İnqilabdan sonraki o əks səda Krımda idi. O da, deməli, Viktor Andreevich Yushchenko dedi ki, Krımlıları möhkəm incitməyin. Heç vergilərdən də çalışın, yayındırın, sadəcə olaraq Ukraynanın tərkibində qalsınlar. Bunlar özləri, nəsillər dəyişməlidir. Yeni insanlar gəlməlidir. Çünki bilirsiniz, bilmirəm, indi əziz izləyicilərimiz bilir yoxsa yox, bu xüsusi rütbəli zabitlər, yaxud GRU zabitləri, KGB zabitləri, yaxud polkovnik ondan yuxarı olan zabitlər istifaya çıxanda məsələn, onlara təklif edilirdi. Siz Moskvada, Peterdə, Kiyevdə, yoxsa Krımda yaşamaq istəyirsiniz. Sonuncu xidmət yerin bir qayda olaraq bu şəhərləri seçirdilər. Dairələri də, hərbi dairələri yox. Məsələn, Ukraynanın özündə də belə yazılmamış qanunlar var. Məsələn, mayorsansa, tutaq ki, deyirəm, bizdə də belə idi də, yəni bu müharibə başlayana qədər deyildilər ki, hə, sonuncu xidmət yeri get Poltavada, keç ki, orada yaşaya bilərsən. Orada da xidmət yeri var, orada da yəni yaşlan, əməkli ol da belə. Demək istəyirəm ki, Krıma göndərilənlər, bizim orada dostlarımız, professorlar var, məsələn, Igor Los, girib internetdə də baxa bilər. Yazıq hər dəfə ağlaya-ağlaya gəldi, biz Çernomorez jurnalda çap eləyirdi ki, GRU-nun filan general da gəldi Sevastopol. Heç kəs də fikir vermirdi. İstək bu idi ki, Ukraynanın mərkəzi hakimiyyəti elə bilirdi ki, öz-özlərinə ağıllanacaqlar. Rus öz-özünə ağıllanmır, axı, bax, indi hələ də ağıllanmır. Kəmran bəy, mən bir misalda deyim, bayaq bunu demişəm, təkrar olacaq. Hitler Berlinin küçələrində atəş səslər eşidirdi bunkerdə, deyirdi ki, Almanlar uduza bilməz. Bu şeylərin, bu şeydir də, nə deyim ona, demensiya filan öz yerində, yaddaş yoxdur, yəni huş yoxdur, paranoikdir filan bu öz yerində. Özünü o qədər inandırıb ki, onun artıq molekulyar əsasına keçib ki, güya biz udmalıyıq. Daha öz beyninə yeridib ki, mən güya Rus imperiyasını bərpa edirəm. Və bu günləri iyun ayının 12-sində bilirik. İyun ayının 12-si nə günüdür? Den Rasiya, nə bayramıdır? Qoy ya bizim tamaşaçılar da yazsınlar. Kim bilmirsə mən deyim. 90-cı il iyun ayının 12-si Deklarasiya о суверенитете республики, которая отныне будет называться Российская Федерация, RSFSR-in RF olduğu gündür bu günləri. Den Rasiya. Əgər səhv eləyirəmsə desinlər mən. Yox, Ruslar özləri bilmirlər nə gündür, amma adını qoyublar. Yox, adı belədir. Qanunun adı belədir. Deklarasiya Suverenitet Respubliki. Deklarasiya 4 sözdür. 3 sözdür, bir dənə də bağlar. Deklarasiya Suverenitet Respubliki. Yəni RSFSR-in RF adlandırıldığı gündür bu günlər. Bu nətər RF-diki bəndəstlərini bərpa edir. Bu günləri mərkəzi mətbuatdan mənə dostlarımız göndərmiş. Vallahi adam tanıram, mən efirdə belə ifadələr deyim. Ermənistandan gələn meyvələrin içərisində xüsusi növ qurd tapılıb.
O heç, o qurt olan cibindədir. O heç o axtaran kimi olsa çıxır ciblərindən. Bəs utanmırsınız, Rosxoznadzor. Nə qurdudur bu, nə oldu elə bu günlər çıxdı ortaya. Bilirsiniz, belə adam, valla mən utanıram belə faktları sadalamağa, onların ki, bugünkü o davranış, doğrudan da demensiya yaxşı şeydir, yaddaşı itirər, deyər ki, mən getdim də, mən xəstəyəm, mən getdim də. Yox, bu kognitiv dissonansdır. Təmiz kognitiv dissonansdır. Bunlar paranoikdir həm də qorxaq daxı, həyatda qorxaqdır. Siz təsəvvür edin ki, məsələn, bu rəsmi məlumatdır, məsələn, nədir adı? Secret Intelligence Service-də, Britaniya kəşfiyyatda təsdiq edir və bütün kəşfiyyat orqanları təsdiq edir. Putin harada potensial ola bilərsə, oranın bütün kameraları sökülüb. Yəni İrandan sonra, İrana görə. Seyid Əli Xamneyi məsələsindən sonra, deməli bu son bir həftənin 10 gününü hamı bilir də, özdə axırda bir kamera yoxdur. Minlərlə onun marşrutunda, onun yolunda təbii ki, kameralar var. Bax, bu dediyim kimi, həm o dissonans, hamısı bir yerdədir də, belə bilirsiniz, dediyim bayaqki məsələdir. Oturub Hitler memuarlarda var, yaxud Nürnberg prosesini mən stol üstü kitabım deyə gəlmişəm. İnşallah olacaq yeni Nürnberg prosesi. Berlinin küçələrində atışma gedirdi. Hitler deyirdi ki, Alman ordusu uca bilməz. Yaxud Stalingrad döyüşündə bilirsiniz, 8 dəfə general Paulus zəng eləyib ki, bizi mühasirəyə alırlar. 9-cu dəfə bilirsiniz cavabı nə olub? Hitlerin yadına salıb ki, çıxışlarının birində deyib ki, dünya tarixində Alman feldmarşalları təslimçiliyi biz alamayıblar. 9-cu zəngində özü götürüb, köməkçidə, adjutantına deyib ki, mən danışacağam. Biləsən ki, sən də feldmarşalsan. Yəni, mən hansınsa çıxış eləyən demişdim ki, Alman feldmarşalı təslimçilik aktına qol çəkmir. Və mənim o çıxışımdan sən o yadda qal ki, mən çıxış eləmişəmsə. Yadında yerə saxlamalıydın və eləməlisən bunu. Bax, həmən şeylər də bu günləri. İndi bilirsiniz, elementar bir şey də deyim. Roman Abramovich gəlmişdi Kiyevə. Ben kanalımızda demişdim bunu. Aydındır. Gələn günləri yox sonra. Aydındır. Mən ayrıca bu sualı verəcəkdim. Bəli, şərh eləyin onu. Çünki o da maraqlı bir məqam idi. Yox, indi boynundan atraq mən göndərmişdim. Ukraynada, Ukraynada Fraksiyanın sədri David Araxamiya, bilirsiniz, Abramovich'in 2 milyard yarım funt sterlingi asılıdır. Chelsea'ni satıb. Chelsea məsələsi, bəli. Britaniyalılar vermirlər ki, və sən Putinin yaxın ətrafındansan, ona görə Ukrayna istəyir pulları. Yəni, Ukraynanın dağıntısında bu pulları ora qoymaq olar. Nəsə, bunun bir asıllığı var belə də. Salıblar bunu belə bir qarmağa. İstanbul danışıqlarında aparırdı, yadınızdadırsa, Belarusiyada Minsk danışıqlarında aparırdı. Deməli, gəlir Kiyevə, özdə necə gəlir? Ki, Putin xahiş edir ki, mənim Zelenskiyə çatdırası məktubum var. Aydındır ki, Ukrayna tərəf deyir ki, gətirdən olacaq ki, aydındır. Xüsusi qarşılayırlar, xüsusi gətirirlər. Və axı, bilirlər bu, kimlə biz işləyirik də, kimdir o bir tərəf. O dəqiqə David Araxamiya, David götürür zəng eləyir. Abramovich deyir, yığ telefonunu desin ki, o məktubu o yazıb və sənə o göndərib bura. Və deyir ki, mən göndərmişəm. Və həyasız, üzr istəyirəm sizdən və tamaşaçılardan, Peterburg İqtisadi Forumunda deyildi ki, orada bir dənə getmişdir oliqarx Zelenski mənə məktub göndərib. Budur da bunun mahiyyəti. Yalanlar, şər, böhtan, terror üzərində qurulmuş bir hakimiyyətdə onun da sonu yoxdur. Amma Dalıcan Zelenski əyala gediş elədi. Məktubu açıq məktubla müraciət elədi. Ondan sonra bəli. Sən məktub yazmışsan, mən də sənə cavab. Aydındır bilirdi ki, bu hökmən media üçün açıqlanacaq da. Bu xeyri ola birdən-birə durduğu yerdə götürsən, məktub yazsan mənə, özü açıq məktub. Ona demək istəyirəm ki, onu da boynundan at deyə inanırsınız, özü göndərib. Gələn yazıq məktub gətirən poçtalyon deyir ki, filan kəs göndərib. Zəng eləyirlər ki, sənin məktubunda deyir, hə, mən göndərmişəm. Ardınca deyir ki, yox, mənə xəbərim yoxdur. Belə bir, necə deyim, adım, valla... O həyatın elə yaşayıb, bütün həyatın elə yaşayıb. Bütün həyatın elə yaşayıb da, belə onun üçün normal bir şeydir görünür. İndi həmən vəziyyətdə, məsələn, Rusiyadır, Allah haqqı deyirəm, bu pafos filan deyil. İndən belə problem varsa, Rusiyanın problemi var. Təbii o göz önündədir, Xan bəy, cənab polkovnik, göz önündə. Nə edibsə edib, nə edə biləcək? Aydındır ki, Ukraynaya zərbələr endirəcək.
Aydındır ki, raketləri toparlayırlar. Yəni Aydındır 5 ki, ildə bununla bağlı. indirir də həmin zərbələri də. Da yox, indi istəyir ki, bu dəfə bilirsiniz, axı Putinin bir neçə müharibəsi var da. Birini Amerikaya göstərir, bir hissəsini. Bir hissəsini öz ictimaiyyətinə göstərir. Tambovda, nə bilim o, Kuybişevlərindən, hardakı babalar, nənələr ki, orada deyirlər, bizim Aleksandr Nevskimizdir, güya Suvorovumuzdur. Halbuki onlar da sıfırdır. Bax, gəlin elementar mən bir şey deyim. Kırımla bağlı bayaq soruşdunuz. Mən yenə izləyicilərimizə sual verirəm. Ruslar, o cümlədən Putin oturur, durur və Ruslar hamısı deyir, yəni belə deyir, dövlət adamları. Sevastopol, nə bilim, Gordost Ruskay slavı, voyenniy slavı. İndi mənə kimsə desin görüm, Sevastopolda bunlar neyiniyiblər? Sevastopol 300 min itki verdi 2-ci Dünya müharibəsində. 42-ci ilin noyabrın 4-ü mən bilən, yoxsa 4-ü, 11-i, bu həmin günlərdir. İşğal olundu Almanlar da. Neynədir Sevastopol? Orada Rus nə söhbəti var? Orada Rus söhbəti gedirdi. Yoxsa Sovet ordusu orada qırğına verildi. 300 min itki verildi. Bir dənə Sapun-Qara oğlunda. Hansı Slavadan danışırlar? Slavadan danışır, Osmanlı danışsın da. Qaradənizdə belə də üzürdü, belə də üzürdü. Kimi də istəyirdi əsir tuturdu, kimi də istəyirdi aparırdı. Doğrudan belədir, tarixdə belə olub da. Harada istəyirdi, gedirdi, girirdi, Odessiyada girirdi, hamısını özü Türk şəhərlərində. Ondan əvvəl də Krım müharibəsində Osmanlıya qarşı. Bəli. Orada da qoyub qaçıblar Bu Sevastopol. da miftiye, bu da mifti. Yaxud Aleksandr Nevski güya ki, bunların belə voyenniy slavanın da piç nöqtəsidir. 9 dəfə ekspedisiya olub, 7-sini İsveçlilər eləyiblər. Birin yenə hansısa beynəlxalq qurum, birində Ruslar. Orada bir dənə oxucu tapılmıyor. Aleksandr Nevskinin yaxşı bacardığı bu olub ki, xanların da, Kazan xanlarının atının üzəncini yaxşı basa bilib. Kim olub bax Aleksandr Nevski? Bir dənə Drujinas olub, Drujinnik olub. 7-8 nəfər başında adam olub. Onlar da Tatarlar idi. Yəni çünki Aleksandr Nevski Batıya qulluq eləyirdi və pulu yığıb aparırdı Batıya, saraya. Atını yüyənin tutmağı özü üçün xoşbəxtlik hesab edirdi. Özlərinin də şeyləri var, mənbələr var, Rus mənbələri ki, boyunlarını alırlar. Sadəcə olaraq, yəni bunlar şişirdirlər ki, Aleksandr Nevski gətirib yadca gəlmir, Qarabağda da üstündə qoyur. Bəli, özü Xocalıda, bilərəkdən. Özü də Xocalıda. Ki, böyük bir şey. Nədir o, kim olub axı? Olmayıb da, fakt budur. Sözün burasında, mesela Sevastopol, Gordost Ruskay slavı, neyiniyib Sevastopol? Gəlin bax, araşdıraq görək neyiniyib Sevastopol. Hansı bir əməliyyat keçirib? 300 min Sovet əskeri. Ola bilsin ki, bizim babamız, qohumlarımız, kəndçilərimiz orada məhv olur. Çünki orada Azərbaycanlıların orada qardaşlıq məzarı da var. Mən özüm olmuşam, görmüşəm. Çoxlu Qafqazlılar orada olur. Amma Ruskay slavadan danışırlar. Bax, indi də Rusiyanın neyiniyib baxır? İndi də Rusiyanın içində yaşayan, indi o vaxt Azərbaycanlılar SSR-in içində yaşayır, aparıb orada. İndi Rusiyanın içində yaşayan həmən o Buryatlar, Yakutlar, Ləzgilər, Avarlar, Azərbaycanlılar və s. də orada da gedib indi Ukraynada ölürlər. Orada meyitləri qalıb ortalıqda. Amma Putin və o birisilər, hamısı o Duginlər filanlar Ruskay slavadan danışırlar. Bunlara çurka kimi baxırlar da. Həmən şey təkrar olunur sadəcə bu dəfə. Bilirsiniz, heç kəs oxumaq istəmir, heç kəs araşdırmaq istəmir. Amma sizə bir şey deyim də, yəni bu nəsilləri, yeni nəsilləri aldatmaq belə asan deyil. Ötən həftə Yakutiyada tələbələr, deməli, orada Amosov adına bir menecment universiteti var. Girib baxarsın internetdə. Bütün divarları yazmışdılar. Universitet təhsil üçündür, universitetlə gələcək üçündür, universitet voyenkomat deyil. Bütün yazmışdılar. Boyalarla, nə bilim, sonra aerozollar var, xüsusi. Və bu hərəkət keçdi sonra, deməli, o bir universitet. O bir universitetin adı Su Nəqliyyatı Mühəndisləri Universiteti. O da Yakutiyada. Bəli, orada da başladılar yazmağa. Sonra adladı Tataristana da düz arxasını da bilmədim nə oldu. Tataristanı bu dəqiqə elə bir vəziyyətdə saxlayıblar ki, ya Dağıstan, Çeçenistan, ya Tataristan. Nəyə görə? Ayın 17-si, 19-u yaramaz yarıda ASEAN dövlətləri ilə görüş keçirmək. Vietnam filan da bilirsiniz o ASEAN dövlətləri, saçdaşıyan ərazisində, o ərazilərdə Cənub-Şərqi Asiya ölkələri. Deməli, gəlir ora, yalan olması bu dəqiqə Rusiyanın hər bölgəsindən polis göndəriblər. Mən də Tatarlardan, dostlarımızdan çox da tanışlarımız Tataristanda. Deyirəm, niyə də belə aktivlik yoxdur? Deyir ki, təsəvvür eləməsə, Kazanın yarısı polisdir, FSB-dir. Ki, bu gələcək ora,
İndi ayın hələ 12-sidir. Bu gün danışmışam bayaqları, günorta üstü. Bir həftə qabaq 40 min, 50 min euro polis FSB göndərdilər. Ki, şey gələcək də, padşah gələcək güya ki, bu, sən Asiyana neyiniyənsən, bir Pakrovsk alanmırsan, Allah sənin evə yıxsın. Sən Vietnama, Kambodjaya, nə bilim, o bura dövlətlərə nə edə bilərsən axı? Onun yanına gələn də onun bir tayıdır da, bilirsiniz. Deyirlər, planlaşdırılmış görüşdü, getməliyik, beynəlxalq görüşdü, belə, amma heç inanmıram ki, dövlət başçıları filanlar gələr. Ona görə bax, bu tələbə hərəkatı ki, qığılcım var. Onlar maksimalistdirlər. Özdə yakutlar, siz belə baxmayın, yakutlar da millətdirlər. Təbii. Mən elə də baxmıram. Yakutlar əlbəttə həm türk xalqıdır, həm də... Siz demirəm, izləyicilərdə ola bilsin səhv təsəvvür var. Bəli, buyurun. Yakutlar çox sərt millət, çox sərt cəmaatdırlar, çox sərt. Mənim tanıdığım da olub şəxsən. Deməli, ona görə bu qığılcım artacaq təbii ki. İndi gözləyirlər ki, bu gələn həftəki o görüşün keçirəcək. Gələn 5-ci gündür, 3-cü gündür, haçansa həftənin ortasıdır. Ondan sonra elə bilirəm ki, bu tələbə hərəkatı da böyüyəcək. Yəni Rusiya, elə belə mən pafos üçün demirəm bu ifadə. İndən belə problemlər Rusiya problemidir. Əlbəttə ki, ölənə qədər ağır zərbələr çalışacaq vursun. O zərbələri də Elxan bəy, əslində bilirsiniz də o zərbələrin də mahiyyəti nədən ibarətdir, hədəf nədən ibarətdir? O psixoloji durumda, əslində hərbi meydanda heç bir əhəmiyyəti yoxdur zərbələrin, amma psixoloji Ukraynaları qorxuzmaq istəyir, çünki Ukraynaların da psixologiyasının öz xalqının psixologiyasına bənzədir. Elə bilir ki, SSR-dir, hamısı psixologiyası eynidir. Başa düşmür ki, Ukraynalılar tamam başqa bir toplumdur, tamam başqa psixologiya maliklər və bundan sonra nəinki qorxmağı, bundan sonra artıq onların planları beyinlərində daha böyük planları var. Mən deyim ki, Ukraynalılar heç də nə Taganrogu yaddan çıxardıblar, nə Rostovu yaddan çıxardıblar. Əlbəttə, nə var onun işi, bəli. Heç bir yaddan çıxardıblar, onu anlamır Putin. Bu elə bilir ki, onları qorxuza biləcək, amma... Ben bir məsələ deyim, biləsiniz. Yəni, o danışılan məsələ ki, bunlar artıq dövlət sirri deyil. Ukrayna yerüstü robot komplekslərini 30%-dən artırıb artıq. Yəni, bu artıq rəsmi, Müdafiə Naziri hesabat verir, bizim generallar da deyir, burada gətir. Bilirsiniz, bu vətəndaş cəmiyyəti və demokratik cəmiyyətdə güclü olur axı. Heç kəs yalan danışanmır, o da yapışırlar yaxasından. Məsələn, mən dönərə nazirliyin o ki, iri zabitləri gəlir. Maşallah, hamısı da gəncdir, hamısı bir neçə dil bilir. 40-a yaxın yaşları var, 35, bu Sovet məktəbi, hərb məktəbi filan bilmirlər onlar. Onların təsəvvürü tamam başqa cürədir. Düzün deməlisən, olanı deməlisən, problemi səsləndirməlisən. Çünki bizim ictimai şura birbaşa nazirə kabinetinə, yaxud parlamentə təsir etmək gücündədir də. Ona görə 30%-dən yuxarı Ukrayna ordusu robotlaşır. Biz bütün ordu sıxlığını təmin edirik. Nə olsun, Rusların Ukrayna arasında 750 min qoşunu var. Bizim 450 deyil, ondan artıq deyil, amma say seçmədir. Və yerdə qalan o, necə deyil, o sıxlığı da bizim robotlar. Əgər gördünüzsə, nə idi o, birbaşa Skabeyevə qoşmuşdu, deyir ki, bizim 1 kilometr ərazidə Ruslar deyirlər, hesabat verir. 17 dronumuz olur 1 kilometr ərazidə. Zlatkovla, Skabeyevə əri ona sual verdi. Ukraynanın bir Rus əskərinə qarşı 10 dronu olur. Mən Allah haqqı deyim, burada biraz əhvalınız sizin də yaxşı olsun. Mənim dostum var, Qaradetski, milli qəhrəman. Polkovnikdir. Bu müharibə təzə başlayanda mart ayının əvvəlləridir. Gəldim, əyilişdi ki, gedək məndən İrpinə, nə bir şeyə, o tərəfə. Amma yolla, başqa yolla, meşənin içinə. Bu Beliç tərəfdə. Gəldi görə, hardansa bir ateş açırlar Ruslar. Allah tərəfdən gəlir. Bu tərəfdən bilmirsəniz, bu ateş açır, Milli Qvardiyadır, polisdir, ordudur. 5 yerdən Ukraynalılar həmin nöqtəyə ateş açır. Deyir ki, biz bir gedək buradan, deyirəm. Deyir, bura bizlik deyil. Deyirəm, niyə? Deyir, buradan Makhno işinəz, partizan işinəz. Hər cür qüvvələr var. Bəy, mən bir şey də deyim. Ruslar özlərin ağıllı aparmaqlarına baxmayın. Yalından, ay hərb maşını, ay nəm, general Gerasimov, marşal, hərəsi bir dənə yekə belə olduğu pagona da yerləşmir. Biri vardı, Armagedon. Suravikin vardı. Mən izləyicilərimizə bir fakt deyim. Kiyev şəhəri halbuki Almanlar gəlib dirənmişlər Kiyevə iyunun 29-30-u işğal edilib sentyabrın 17-si. Özdə necə işğal edilib?
General Qudryanın tank ordusu şimaldan, Belarusdan keçdi getdi Poltava istiqaməti. Feldmarşal Got Uman tərəfdən 250 kilometr Kiyevin cənubundan Odessa yolunu üstə bilirsiniz. Oradan keçdi. Getdilər Poltavada birləşdilər. Bu ərazi Kiyev vilayəti qaldı mühasirədə. Ondan sonra sentyabrın 17-si gəldilər ki, Kiyevdə bayraqların, Alman bayrağını qaldırdılar. Demək istəyirəm ki, bunlar hətta bu təcrübəni bilmirdilər ki, Kiyevi üstünə götürmək 6 milyonluq Wehrmacht götürə bilməyib Kiyev. Demirəm, 6 milyonun altısı da bura gəlirdi. 1 milyonu bura gəlirdi. 1 milyonluq ordu götürə bilmədiyi şəhəri sən 3 günə necə götürüb hakimiyyət dəyişməli idi. Tamamilə reallıq hissini itiriblər. Hələ də ayılan deyirlər. Məsələn, doğrudan belə görsənərik. Çünki biz bütün gün onlar, işimiz onları izləməkdir də. Kim nə dedi, kim hara getdi, kim nə atdı, kim nə tutdu. Ayılmaq anlayışı yoxdur. Demək, bu Allahın bir necə deyim onu? Dərdidir mi deyim, nə deyirlər ona? Allahın bəlasıdır da, Allahın məhv etməsidir. Gözlərin bağlı, qulaqların da mühürləyib. Hayır, belə karla körün elə bir ki, mədəniyyətdən, incəsənətdən, yaxud musiqidən danışmasıdır. Karla şeyini, hədə karla körün. Elə bir incəsənətdən, musiqidən danışmalarıdır da. Hələ kör danışır, Leonardo da Vinci şəkillərindən danışır. Kar da ki, Beethoven əsərlərindən bizim üçün. Baxmayaraq ki, Beethoven özü də kar olur. Amma o Beethovendir. Putin Beethoven deyil, 100%. Var da şey, hə. Sentyabrın 17-si Kiyev götürüblər, o 29-u da buradakı həm o böyük Yahudi icması ki, bizdə Podol rayonundakı və yerli insanlardan, təbii Ukraynalılardan aparıb Babinyarda gülləli. Bu tarixi fakt. Yəni, bunu Ruslar da oradan bilmirdilər. Bəs bunlar hərbi məktəblərdə niyə oxuyublar, akademiyalar oxuyublar, Frunze adına akademiyalar, baxırsan hərəsinin çiynində 3 dənə, 4 dənə yekə ulduz. Bəyən bunlar bilmirdiniz ki, Alman qoşunları da gəldi, Yerpenka çayının üstündə o torfluqda ilişdi. Həmin o Buçada ilişdi, oradan bəri adlaya bilmədi. 2 ay adlaya bilmədi, sonra getdilər, fırlandılar, 2 aydan sonra bir də təzdən gəldilər ki, artıq şəhər öz-özünə avtomatik düşmüşdü mühasirə. Sözün burasındadır ki, bütün sistem pozulub, Rusiyada sistem dağılıb, matritsə körlanıb və indi də mərkəzi hakimiyyət artıq yerlərə təsir edə bilir. Məsələn, şəxsən mənim ümidim çox böyükdür o tələbələrin hərəkatına, çünki müəyyən mənada orada məlumat alırıq biz. Görək, Yakutlar nə edirlər? Yakutlar sərt cəmaatdır, çox dönməz cəmaatlar. Mən onların dediyim kimi bir aspirant tanımışam universitetdə, Peterdə olanda. Sonra da burada olanlar da var və Ukrayna tərəfindən döyüşənlər də var. Yəni, ümidimiz böyükdür ki, bu tələbə hərəkatları filanlar, bunlar böyüməlidir. Çünki Rusiya bu gedir cəhənnəmə, bu aydındır da. Kremli aparır, Moskvanı aparır, bu yolu məlumdur. Bəs yaxşı, bir yerdə qalanlar nə olacaq? Hara gedir bu? Hara, nə olacaq? Nətər olacaq? Bu, bilirsiniz, tək bizi düşündürmür, qərbi də düşündürür. Bir belə ac insan Şərqi Avropada 140 milyonluq idarə olunmayan bir kütlə hara üst tutacaq? İnandırıram sizi, qərbi düşündürən məsələlər bunlardan ibarət. Bu bizi də düşündürməlidir, bizi çox düşündürməlidir. Bəli. Ondan əlavə, həm də hisslidirlər axı. Həm də axı hisslidirlər, çünki sındırılmış olacaqlar. Deməli, indi artıq sındırılıblar müəyyən mənada, müəyyən bir hissəsi başa düşənlər. Amma o vəhşilər ki var, adeptlər. Putin adeptləri var, yetişdirib ki, Rus, hər şey Rus. Belə, Rusdan başqa heç kəs yoxdur. Rus qələbə çala bilər, Rus hər şey edə bilər. Bilirsiniz, bir şeyi mən deyim. Bax, bu fevral-mart ayından sonra görüşdüyümüz qərblilər var, keçmiş deputatlar da var, hərbiçi də var, yaxud hərbiçi indi tutaq ki, müəyyən dövlət vəzifəsində, yəni başları çıxır da, belə deyək. Orada təsadüf adamlar olmur, yer gəlmişkən, Ukrayna gələnlərin içərisində. Məsələn, sevindirici budur ki, onlar hər biri bu müharibəni artıq öz müharibəsi hesab edir. Əvvəl belə deyildi, yadca gəlir, Kamran bəy deyildilər, Ruslar udmamalıdır, Ukrayna udmamalıdır. 2022 mən 50 dəfə eşitmişəm, 50 adamdan eşitmişəm, 50 deputatdan, keçmiş, indiki deputatlardan. Biden açıq deyirdi onu, Biden çıxır tribunadan danışırdı. Ruslar udmamalıdır, Ukrayna udmamalıdır. İndi Allah'a şükür, bax, məsələn, nə olacaq deyim gələn həftənin baş verən hadisələri. Gələn həftə Ramstein toplantısıdır. Ukrayna smetanı yazıb, biz deyəndə biraz yekə alınır, bizim o generallar bir yerdəyik, tamamız.
20 milyard dollar əlavə vəsait istəyir Ukrayna. Hələ mən Ankara toplantısında nə istəyəcəm onu demirəm. 20 milyard dollar gələn həftə Ukrayna pulu ayrılacaq Ramsteyndə. Nə üçün lazımdır? Sinxron zərbələr, silahların kütləviləşdirilməsi. Siz demirsiniz, Rusiya nə bilim problem yaradar, Rus hacları, Rus toxları, nüvə verin bizə. Cavabdeh biz Ukrayna olaraq götürürük boynumuza. Bunların ipini biz çəkə bilirik. Biz gördük də Avropalıları. İndi yenə də bu dəqiqə Avropada bir ajiyataj yaradıblar. O qarnı tox, sosial nə bilim qarantiyalarla yaşayan, harın Avropalını qorxudurlar. Ruslar nə bilim 2026-cı ildə filan yerə gələcəkdilər. 2029-da Almaniya hücum edirlər. 2027-də nə bilim Finlandiya, nə filan. Qorxutmağın yeri yoxdur. Rusu başından vurulmalıdır, başqa əlacı yox. Vallahi yoxdur. Nə qədər Ukrayna tərəf əlləşdi. Yadca gəlir 2019-cu ildə Zelenski qəşəng bahalı kostyumda geyib elə Bravinki getdi Parisdə görüşdülər, Normand çoxluğunda. Gəldi dedi ki, onun başı xarabdır. Mənə dedi ki, Ukrayna mənə verir. Bizə dəfə görüşüblər və o görüşdən gələn günə dedi ki, Ukrayna mənə verməz. Hop-blokla getmişdi. Zelenski ki, danışmışıq, görüşürük, Normand çoxluğu, Normand dörtlüyü. Rusiya, Ukrayna, Fransa, Almanya. Peşman qayıtdı, rəngi ağarmış. Deyirəm, bu dəlidir, bu gizli mənə deyir ki, Ukrayna verməzsən mənə. Vallahi belədir. Allah'ın olsun ki belədir. Təbii yadımdadır mənim, hamısı yadımdadır. Zelenski əslində hakimiyyətə gələndə o seçki kampaniyasına deyir ki, mən gəlib Putinlə danışacağım, onunla söhbət eləmək lazımdır. Hələ dedi, gedəcəm Kremlin qabağında duracağım, Qızıl Meydanda, gələcək, söhbət eləyəcək, bizim görüşməyə bir şeyimiz yoxdur, Donbasda nə lazımdır eləyək, Rus dillilərin, nə bilim, avtonom hüquqların, muxtar hüquqların artıraq, verili parlament, seçkilər, bunlar filan, amma silahlı qoşunların altında yox. Beynəlxalq müşahidəçilər olsun belə elə, nəysə də bununla gəlib də hakimiyyət. Yoxsa Zelenski 73%, belə, yəni doğrudan da dinç və çox təəssüf olsun ki, bu insanlar yəni hələ də var da, amma son vaxtlar biraz səslər azalıb. Bu, mən o Rus tərəfləri olanı deyirəm, Putin sevərləri deyirəm. O, bizdə onların termini var, taxtabaşlardır. Biz ona vurmuşam alınlarından, narahat olmayacağız. Aydındır. Ümumiyyətcə Zelenski müharibəyə nə qarşı cavab var ki, Zelenski indi Ukraynanın prezidentidir. 2014-cü ildə Rusiya istənilən halda işğalçı dövlət və beynəlxalq hüquq və BMT nizamnaməsi, 51-ci maddə, 54-cü maddə, çoxdur da maddələr. Ukrayna hələ yumşaq tərəfənir. Orada bilirsiniz nə yazılıb maddədə? İşğala məruz qalan tərəf işğalçıya qədər istədiyi hərəkətləri eləyə bilər. Bəlkə də o belə deyək də radikal xalqlar var, Çeçenlər filanlar. Bəlkə də indi Moskvanın diri partlatmışlar, metrosun, evin, eşiyin, bina. Vallahi düz deyirəm. Bunlar hələ insaflıdır, vallahi belədir. Bəs sən gecə yatan yerdə bu boyda 2-3-4 milyonluq şəhərin üstünə götürsən, raketləri, balliskanı tökürsən, heç kəs də qaçmaq istəmir. Düzdür, o uşağı, körpəsi, xəstəsi olanlar gedirlər metroya filan. Mütləq əksəriyyət evində oturur, deyir, nə olacaq. Güya bununla təsir eləyir ki, Kiyevdə cəmaət qalxar. Əsas fikri odur, əsas hədəfi odur. Əsas fikri odur. Güya bunu da eləyən yox da, bunu kim elə, ona kimsə təklif eləsə, onu da asarlar. Ki, sən dövlət çevrilişinə çağırırsan, o günləri bizdə olmuşdu, mən dedim ki, bu zakalıqdır, yəni qiyam olmaz. Biz müharibəni udmalıyıq da, düşmənin yerini kim görmürsə, mən göstərirəm, Kremldə oturub. Belə ol, bunu da hamı bilir. Ukrayna cəmiyyəti bu mənada bilirsiniz bütövdür. Mən bir daha dönənlərə əmin oldum. Gənc zabitlər, Avropada, Amerikada oxuyan zabitlər, köhnə generallar, samballı general polkovniklər belə bilirsiniz hiss olunur da, uzun illər qarnizonlarda böyümüş insanlar ki, bir dəfə adama pis baxanda, tərs baxanda bilirsən ki, bu nəsə demək istəyir, ciddi bir söz demək istəyir. Və bu nəsillərin, Ukraynada belə nəzəriyyələr çoxdur, nəsillərin ötürülməsi, yaxud əvəz edilməsi prosesi də baş verir Ukraynada. Yeni generasiya, mən baxmasan döyənləri oturmuşam, baxıram, müşahidə edirəm, aydındır, sözümü deyəcəm haçansa, baxın, fikir verirəm də, onlar oturublar, çağırdılar, filan idarənin rəisi, innovasiyanın rəisi, texnoloji yeniliklərin rəisi, filan, nazirliyin əməkdaşlar. Burada da biz də oturmuşaq bu tərəfdə. Yeni generasiya ilə vətənpərvər o generallar var.
ki, zamanında da oradan Ukrayna ordusunun qruplar, bizim zabitlər bilinə belə çoxdur. General, 60 general dərin dövlətçilərdə bir yerdəyik. Deməli, bir-birinə hörmət, Allahın da olsun deyirəm. Məsələn, köhnə generalı çağırırlar, nazirliyin əməkdaşları hamısı, belə də demirəm, rəis heyətidir. Belə də, yəni, ictimaiyyətlə görüşdü də, yəni, dik qalxırlar, ayaqüstü elə bilsən ki, şeydilər, adın nə deyim ona? Nə deyirlər, salaqa. Halbuki nazirliyin idarə rəisləridir, nazir mavinin səviyyəsində olan adamlardır. Bunu demək istəyirəm ki, bu mənada hərb maşınında Ukraynanın ictimaiyyət öz yerində, əhali öz yerində, xalq öz yerində və digər qeyri-Ukraynalıların Ukraynalılaşması da öz yerində. Həm də hərb maşınında bu mübarizənin yeni generasiya necə deyim, bunu qəbul edir. Bütün qaydaları oynayır və bilir ki, bu davranış vacibdir. Bu çox vacib məqamlardır. Hərbçilər üçün nə istəyirlər ki, istefada olan adamlar da hamısı adlı sanlı doğrudan da ensiklopediyalarda adları keçən insanlardır. Filan raketi bu düzəldi, bu birisi düzəldi, filan filan hamısı aydındır texniki sahələr üzrə. Bu adama ləzzət edir. Və görürsən ki, nəsillər bütövləşib. Millət bütövləşib öz yerində. Axı görürsünüz, bu texniki insanlar, filanlar, alimlərin haqqında bir tartışması olur. Akademiya sistemi işləməmsi yox, mən işləmişəm. Orada bir tartışma olur, bir paxıllıq olur, belə. Məsələn, mübarizə sevgisi mi deyim, istəyi mi deyim, yanğısı mı deyim, bu nəsilləri bütövləşdirib. Məsələn, o görürsən adam az qar adam ağlasın, kövrəlirsən ki, doğrudan bunu gənclər başa düşür ki, nə etmək vacibdir? Birinci, nə etmək lazımdır? Sinxronlaşdırmaq lazımdır. Göydə, yerdə, havada, quruda, gölməçədə, harada görürsünüzsə, Rusu vurmalısın. Hədəf, əlbəttə, bunun başqa əlacı yoxdur ki. Və əlacı da odur. O boysa boy. Elə ki, onu Rus imperiyasına qorxmadın, o dəqiqə quyruğun qoyar yerə, saat aşır. Bəli, başqa. Mən əzizim, çıxmalıyım efirdən. Mən Zəkərov söndürürüm. Sağ olun. Var olun, cənab polkovnik. Uğurlar arzulayıram sizə. Təşəkkür edirəm. Slava Ukrayna. Heroyam slava. Azərbaycan eşq olsun. Təşəkkür edirik, əziz dostlar. Diqqətinizə görə də bəli, Elxan Nuriyev, polkovnik öz fikirlərini olan mənzərəni təsvir elədi. Bu doğrudan da belədir və onu da deyim ki, Rusiyanın içində təkcə Yakutiyada, Tataristanda və Dağıstanda və digər bölgələrdə, Xabarovskda filan da o etirazlar yavaş-yavaş qaynamaqdadır. Amma əsas məqam ondan ibarətdir ki, Putinin sisteminin və özünün o propaganda ordusunun, sonra iqtisadi ordusunun içində etirazlar başlayıb. Oliqarxların etirazları başlayıb. Məsələn, Solovyov yoxdur. Bir həftədir Solovyov yoxdur. Efirə də buraxmırlar. Ora Peterburg, bilirsiniz, o iqtisadi yığıncağına da çağırmamışdılar. Nabiulinə yoxdur. İndi hərəsinə bir dənə bəhanə tapırlar. Nə qədər uzadacaqlar bu bəhanəni ki? Yoxdur. Yavaş-yavaş içəridə bu qaynama Putin də çıxıb öz həmən o lektoratına deyəndə ki, hər şey plan üzrə gedir, deyirlər ki, nə plan üzrə gedir? Krım qalıb benzinsiz, Krasnodar qalıb benzinsiz, Tuapseni vururlar, yandırırlar, Peterburgu vururlar, yandırırlar, bilməm, Permi vururlar, yandırırlar, Rostovu vururlar, yandırırlar, Dağıstanda qaz partlayır, orada Arsenal zavodu partlayır, dronlar başının üstündə uçur, Tuapseni gənə vururlar, indi isə Tataristanda Nijnikamskı vururlar, bu plan buymuş, artıq mümkün deyil onlara demək ki, hər şey plan üzrə gedir. Deməli, hər şey plan üzrə getmir. Və Rus imperiyasının həmən o lektoratı, taxtabaş lektoratı bunu anlamağa başlayır. Əsas tektonik dəyişiklik bundan ibarətdir. Psixologiyada, beyində olan dəyişiklik. Toplum başa düşür ki, Putin uduzur. Və Putinin heç bir müttəfiqi yoxdur. Ətrafındakılar da onun qorxusundan ona nə istəyirlər, onu deyirlər. Amma artıq Putin həmən o deyilənləri reproduksiya edəndə, təkrar edəndə gülünc vəziyyətə düşür. Ura, ura, ua qışqıranda da gülünc vəziyyətə düşür. Və biz bunu 5 il bundan əvvəl demişdik ki, onun çox gülünc vəziyyəti olacaq. Hələ irəlidədir o gülünc vəziyyət. Görəcəksiniz. Hər şey Şayqunun üstünə yıxmaq çalışacaq, Nabiullinin üstünə yıxmağa çalışacaq, xalqın üzərinə yıxmağa çalışacaq. Qara, saçlı bizim kimi belə
Qafqazların üzərinə yıxmağa çalışacaq. Rusları Qafqazlara vurmağa çalışacaq. Tatarları Ruslara vurmağa çalışacaq. Bilmirəm, orada erməniləri təzədən Ermənistan... Amma bu mənasızdır. Çünki o imperiya dağılır. O imperiya dağılırsa, demək ki, o imperiyanın əzdiyi əsas qüvvə türklükdür. Türk dünyasıdır. Və o imperiya o vaxt bizi, türklüyümüzü və bütün düşüncəmizi, bütün Turan oikomenasını məhv etmək üçün tək deyil. O dövrdə onun uğurları vardı, çünki onun yanında İngiltərədə, Britaniya da onunla birlikdə idi, Fransa da onunla birlikdə idi, Birləşmiş Ştatlar da onunla birlikdə idi. Çin, bir çox ölkələr onunla birlikdə idi ki, türklüklə bitirək dünyanı türk təhlükəsindən, bizdən qorxurlar da. İndi vəziyyət dəyişilib. Türk dünyası qalxınmadadır. Və bu qalxınmada bizimlə birlikdə hemen Böyük Britaniyadır. Avropanın bir çox ölkələridir. Ərəb dünyası ayılıb artıq anlayır ki, ümidini ora-bura deyil, o tarix boyu elədikləri səhvləri daha təkrar etmək olmaz. Bizlə dost olmaq, Türk dünyası ilə dost olmaq lazımdır. Futbol çempionatında artıq 2 komandamız var, dünya çempionatında. Bu tarixi hadisədir. Bir neçə dəfə Türkiyəmiz futbol çempionatında uğurları da var. 3-cü yerdə tutub, yadınızdadırsa o böyük komanda. Amma indi 2 komandamız var, Özbəkistan və Türkiyə. Və Türkiyədə olan bütün futbol azarkeşləri Türkiyəyə necə tərəfdardırlarsa, Özbəkistanın da elə tərəfdar olacaqlar. Özbəkistan tərəfdarları həmçinin Türkiyəyə. Biz də hamımız Türkiyə, Türk dünyası təkcə futbolda deyil, təkcə musiqidə, mədəniyyətdə, şeiriyyətdə deyil, siyasətdə, artıq hərbdə birlikdəyik və bu Türk dünyasının da, Turan birliyinin də əsas gücü altın körpüsü. Və bu körpüdən başqa da əsas qüdrəti Azərbaycan türkləridir. Əgər biz Türk dünyasını bir yurta, alaçığa, bir çadıra bənzətsək, onun dirəyi, o çadırı saxlayan dirək Azərbaycandır və Azərbaycan türklüyüdür. Biz 10 milyondan ibarət deyilik. 50 milyondan artıq. Və bizlə birlikdə Qaşqaylar da var, Muğallar da var və s. və s. Onlar hamısı bizik. Xorasan türkləri var, ayrı hərəsə bir ad qoyublar, amma bizik yaxı o hamısı. İraqda da olan türkmanlar bizik, Suriyada da olan türkmanlar bizik və biz ayrılırıq, böyüyürük. O yüzden də buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Ənzəliyə, Xoya, Urmiyaya, Dərbəndə sevgimiz, salamımız var. Teşekkürler. Tanrı sizi korusun.